Hamınıza salam. Bugün həqiqətən də çoxumuz üçün tanış, bəlkə də biraz narahat edici, amma danışılması çox vacib bir mövzuya toxunacağıq. Valideyn hirsinin övladlarımızın psixologiyasına təsiri. Gəlin bu məsələnin köklərini birlikdə araşdıraq. Gəlin səmimi olaq. Bu sual yəqin ki, bir çoxumuza tanış gəlir. Bəzən olur ki, heç bir ciddi səbəb yoxkən övladımıza səsimizi yüksəldirik və dərhal sonra dayan bir dəqiqə, bu niyə baş verdi deyə özümüzə sual veririk. Əgər bu anı yaşamısınızsa, bilin ki, qətiyyən tək deyilsiniz. Əslində məsələnin kökü çox vaxt heç uşaqda olmur. Bu, tamamilə başqa bir yerdən gələn, amma təəssüf ki, səhv ünvana yönələn bir hirs partlamasıdır. Psixologiyada bunun bir adı var, yer dəyişmiş hirs. Yəni, əslində işdə müdirinizə, bəlkə də bir qohumunuza, dostunuza qarşı yığılan o qəzəbi ifadə etmək çətin gəlir, ya da mümkün olmur və o emosiyada özünə ən təhlükəsiz, ən müdafiəsiz hədəfi seçir, bizim ovladımızı. Bəli, bax bu, həqiqətən də yolunu azmış bir emosiyadır. Elə təsəvvür edin ki, bir məktub var, amma tamamilə səhv ünvana çatdırılır. Və təəssüf ki, o səhv ünvanın ağır nəticələrini yaşayan məsum bir uşaq olur. Və işin pis tərəfi nədir bilirsiniz? Bu bir anlıq səhv adətən elə orada bitmir. Ardınca bir zəncirvari reaksiya başladır. Və bu zəncirin hər bir halqası həm valideyn, həm də uşaq üçün çox ağrılı olur. Gəlin bu reaksiyanın necə işlədiyini biraz daha yaxından baxaq. Deməli, dövrə bax belə işləyir. Birinci addım, valideyn başqa birinə, məsələn, rəisinə əsəbləşir, amma heç nə deyə bilmir, susur. İkinci addım, o deyilməmiş sözlər, o udulmuş qəzəb içəridə yığılır və bir təzyiq yaradır. Üçüncü addım, uşağın etdiyi ən kiçik bir səhv, tutaq ki, stəkandakı suyu dağıtması, həmin o təzyiq üçün son damla olur və partlayış baş verir. Və sonda, dördüncü ən ağır addım, hirs keçdikdən sonra valideyn dəhşətli bir peşmançılıq, böyük bir vicdan əzabı ilə baş-başa qalır. Və əgər bu zəncir qırılmazsa, təəssüf ki, dönə-dönə təkrarlanır, münasibətləri zədələyir. Yaxşı, bəs bütün bu prosesdə ən vacib sual, bu zəncirin ən zəif, ən müdafiəsiz halqası olan uşaq nə yaşayır? Gəlin indi bir anlıq dayanıb dünyaya onun gözləri ilə baxaq. O an, uşağın dünyası sanki alt-üst olur. Dərin bir qorxu və anlaşılmazlıq. Beynində suallar fırlanır. Axı mən nə etdim ki? Niyə atam və ya anam mənə bu qədər qəzəblidir? Və ən pisi, uşaq beyni dərhal bir nəticəyə gəlir. Deməli, günah məndədir. Mən pisəm. Dünyada ən çox güvəndiyi liman, yəni siz, onun üçün qeyri-sabit, təhlükəli bir yerə çevrilir. Və bu, onun təhlükəsizlik hissini kökündən sarsıdır. Və təsəvvür edin ki, bu təcrübə bir dəfə ilə bitmir, tez-tez təkrarlanır. O zaman bunun izləri daha da dərinləşir. Bu vəziyyət gələcəkdə etibar problemlərinə, daimi bir narahatlıq hissinə, yəni təşvişə və hətta davranış pozuntuları kimi daha ciddi məsələlərə yol aça bilər. Amma bütün bu qaranlıq mənzərənin içində çox ümidverici bir xəbər var. Bu zənciri qırmaq mümkündür. Və bu güc, bu iradə tamamilə bizim, yəni valideynlərin əlindədir. Əslində, hər gərgin anda qarşımızda iki fərqli yol açılır. Birincisi reaktiv yoldur, yəni düşünmədən avtomatik olaraq o hirsi uşağa boşaltmaq. İkincisi isə şuurlu yoldur, bir anlıq pauza verib, emosiyanı anlamaq və onu daha sağlam bir yolla idarə etmək. Və hansı yolla gedəcəyimizi hər dəfə biz özümüz seçirik. Bəs o şuurlu yolu necə seçə bilərik? Baxın, bir neçə sadə, amma çox təsirli addım var. Birincisi, qəzəbin qalxdığını hiss edən kimi sadəcə dayanın. Heç nə etməyin, heç nə deməyin. Sadəcə bir neçə dərin nəfəs alın. İkincisi, özünüzə bu sualı verin. Məni əsəbiləşdirən əslində nədir? Bu hirs doğrudan da uşağıma aiddir, yoxsa başqa birinə? Üçüncüsü, bu enerjini çıxarmaq üçün sağlam bir vasitə tapın. Güvəndiyiniz bir dostunuza zəng edin, fikirlərinizi bir kağıza yazın ya da sadəcə 5 dəqiqə otaqda tək qalın. Və dördüncü, ən vacib addım, sakitləşdikdən sonra mütləq övladınızın yanına qaydın, gözlərinin içinə baxın, onu qucaqlayın və deyin ki, onu çox sevirsiniz. Onun sizin təhlükəsiz limanı olduğunuzu yenidən hiss etməsinə imkan verin. Görürsünüz, bu zənciri hər dəfə qırmağı bacaranda biz sadəcə o anı deyil, əslində həm də gələcəyi xilas edirik. Bu, həm özümüzün daxili dünyası, həm də övladımızın gələcəyi üçün atılmış çox sağlam bir addımdır.
Və heç vaxt unutmamalıyıq ki, uşaqlar valideynlərinin davranışlarını nümunə götürür. Onlar bizim dediklərimizdən daha çox bizim etdiklərimizdən öyrənirlər. Bizim qəzəbimizi necə idarə etməyimiz, onların da gələcəkdə öz emosiyaları ilə necə davranacaqlarının təməlini qoyur. Elə isə bütün bu məlumatların işığında gəlin özümüzə bu çox səmimi sualı verək. Mən bugün elə indicə övladıma emosiyalarını idarə etmək haqqında hansı dərsi keçmək istəyirəm? Reaktiv olmağı, yoxsa şuurlu və sevgi dolu olmağı? Unutmayın, seçim bizimdir və bu seçim hər gün, hər an yenidən edilir.